Salam əziz şagirdlər, mən sizlərə 2-ci sinif riyaziyyat iş dəftərindən tapşırıqların izahını verəcəm. Birinci tapşırıqdan başlayaq. Şəkildə hər qabın neçə çömçə su tutduğu göstərilir. Boş xanalara uyğun ədədləri yaz, müvafiq sözün altından xətt çək. Baxırıq A qabı neçə çömçə su tutur? Sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Neçə elədi? 12 çömçə. A qabı 12 çömçə su tutur. B qabına baxırıq. 1, 2, 3, 4. 4 çömçə su tutur. C qabına baxırıq. 1, 2, 3 çömçə su tutur. D qabı isə 16'ya oxşuyur. Yenə də sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 15, 16, 17, 18. 18 çömçə su tutur. İndi gəlin digər şərtlərə baxaq. A qabı B qabından çömçə az tutur, çox su tutur. A qabı 12 çömçə su tutur. B qabı 4 çömçə. A qabı B qabından görürük ki, çox su tutur. Neçə çömçə çox tutur? 12-dən 4 çıxanda qalır 8. A qabı B qabından 8 çömçə çox su tutur. Sonra baxırıq. C qabı D qabından. C qabı D qabından. C qabı 3 çömçə tutur. D qabı 18 çömçə tutur. C qabı D qabından görürük ki, az tutur. Neçə çömçə az tutur? 18-dən 3 çıxırıq. 15 çömçə az tutur. Sonra A qabı B qabından dəfədir. A qabı B qabından. A qabı 12 çömçə tutur. B qabı 4 çömçə tutur. A qabı B qabından neçə dəfə çox tutur? 12-ni 4-ə böləndə 3 düşür. 3 dəfə çox su tutur. C qabı D qabından baxırıq ki, C 3-dür, D 18-dir. 18-i 3-ə böləndə 6-sı düşür. C qabı D qabından 6 dəfə az su tutur. Davam edək. Hər akvaryumu tam doldurmaq üçün uyğun sayda qablarla su tökdülər. Hər qab 2 litr su tutur. Akvaryum neçə litr su tutduğunu hesabla. Baxırıq birinci şəkilə. Baxırıq 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə qab var və hərəsi 2 litr su tutur. 7-ni vururuq 2-yə. Edir 14 litr. Demək ki, akvaryum 14 litr su tutur. Baxırıq digərinə. 1, 2, 3, 4, 5, 6. 6 dənə 2 litrlik qabdan su tökdük. Neçə litr su tutacaq akvaryum? 6-nı vururuq 2-yə, bərabərdir 12 litr su tutacaq. Üçüncü tapşırığa baxaq. Boş qabların uyğun hissələrini rənglə və hər qabda neçə litr su olduğunu altına yaz. Baxaq. Baxırıq, bu qabda neçə litr su var? 8 litr. Düzdür. Və digər qab deyir 3 litr az. Bax, bu qab digərindən 3 litr az tutur. 8-dən 3 çıxanda edir 5 litr. Demək ki, bu qab 5 litr su tutacaq. Buranı rəngləməliyik. Daha açıq rəngi olsaydı yaxşı olardı. Buranı rəngləyəsiniz. 5 litrə qədər. Bu 5 litr tutur. Bu qab tutur 4 litr və digər qab ondan 5 litr çox tutur. 4 litrin üzərinə 5 litr gəlsə, edir 9 litr.
Aha. Digər qab 9 litr tutur. Tam olaraq rəngləyirsiz. Tam olaraq rəngləyirsiz. Dokuz litrə qədər. Davam edək tapşırıqlarımıza. Akvaryumlar su ilə doludur. Su vedrələrinə bərabər paylansa, hər vedrədə neçə litr su olar? Baxaq. Baxın, əziz şagirdlər, diqqət edirik, akvaryumda neçə litr su var? Baxırıq ki, akvaryumda 20 litr su var. Bu 20 litr suyu biz 2 dənə vedriyə töksək, hər vedrə də bərabər saydı, bərabər yəni paylanacaq. Hər ikisi bərabər tutur. Vedrələrin tutumu bərabərdir. Akvaryum 20 litr tutursa, biz bu suları vedrələrə töksək, 20-ni bölürük 2-yə. 20 litri bölürük 2-yə, hər vedrə 10 litr tutar. Bu vedrə 10 litr, bu da 10 litr olar. Digərinə baxaq. Baxırıq, akvaryum 35 litr su tutur. 35 litr içində su var. Vedrələrimizin sayı neçədir? 1, 2, 3, 4, 5. 35 litri bölürük 5'ə. Edir 7 litr. Hər vedrədə 7 litr olacaq. Davam edək. Akvaryumda neçə litr su olduğunu yaz. Qablardakı sular da akvaryuma boşaldılsa, akvaryumda neçə litr su olacaq? Baxaq. Akvaryumda 10 litr su var. Hal-hazırda akvaryumda 10 litr su var. Bizdən soruşur, akvaryumda neçə litr su var? 10 litr. Qablardakı sular da akvaryuma boşaldılsa, akvaryumda neçə litr su olacaq? Baxın, hal-hazırda var akvaryumda 10 litr su. Qablardakı sular boşaldılsa 3 litr biri de 7 litr biri. 10 litrin üzərinə gəlsək 3 litr, üzərinə də gəlsək 7 litr, cəm edir 20 litr. Oldu. Neçə litr? 20 litr. Baxaq. Akvaryumda var 20 litr. Və 3 dənə 7 litrlik vedrə ilə su tökdülər. Tökdülər. Nə qədər? 3 dənə 7 litr. Vurma ilə yazaq, təkrar toplamayaq. 20 litrin üzərinə 3 dənə 7-ni də gələ bilərsiniz. 3'ü vuraq 7'yə. Eləsin 21 litr. 20 litrin də üzərinə gələk 21 litr. Cəm elədi 41 litr. Oldu. Nə qədər? 41 litr su. Növbəti tapşırığımıza baxaq. Çəlləkdə 62 litr su var idi. Bu sudan çiçəkləri sulamağa 27 litr, meyvə ağaclarını sulamağa isə 17 litr su işləndi. Çəlləkdə neçə litr su qaldı? Baxın. Çəlləkdə cəmi 62 litr su var. 27 litr işlənib çiçəkləri sulamağa. 17 litr işlənibdir meyvə ağaclarını sulamağa. 62'dən çıxaq. 62 litrdən çıxaq. Cəm işlənən suların cəmini. 27 litr üstə gələk 17 litr. Bərabərdir. 62 litrdən çıxaq. 27'nin üzərinə 17 gələndə neçədir? Edir 44 litr. 44 litr. ...62 litrdən 44 litr çıxsa, qalır 18 litr. Bizdən soruşur, çəlləkdə neçə litr su qaldı? Çəlləkdə 18 litr su qaldı. Yenə deyirəm, ayrı-ayrı da hesablaya bilərdiniz. Məsələn, işlənən su 27 litr, 17 litr. 27'nin üzərinə 17 gələrdiniz. Edir 44 litr. Sonra da 62 litr, 62 çıxaq 44 yaza bilərdiniz. Sadəcə mən işlənənləri mötərizədə yazdım ki, mötərizəli ifadədə qurmuş olaq. Sonra baxırıq sonuncu 7-ci məsələmizə. Çən 80 litr su tutur.
Baxırıq, yazıb 80 litr. 9 litrlik vedrəni 5 dəfə doldurub boş çənə tökdülər. Çənin dolması üçün əlavə nə qədər su tökmək lazımdır? Baxın, çən 80 litr su tutur. Amma hazırda çəndə su yoxdur. Çən boşdur. Bax, bizə də qeyd edib ki, boş çənə su töküblər. Çən 80 litr tutur və 9 litrlik vedrəni 5 dəfə doldurub çənə tökdülər. 9-u vururuq 5-ə, edir 45 litr. Çənə 45 litr su töküblər. Çən boş idi, içinə su tökdülər, oldu içinə 45 litr su. Çənin dolması üçün əlavə nə qədər su tökməlidirlər? Axı, çənin tutumu 80 litrdir. Çənə tam olaraq 80 litr su tökülərsə, çən tam dolmuş olar. Amma çən 80 litr tutsa da, onun içinə hələ ki 45 litr su tökülübdür. 80 litrdən çıxırıq içinə tökülən 45 litri. Baxırıq ki, qalır 35. Çənə əlavə olaraq da 35 litr su tökülməlidir ki, çən tam dolmuş olsun. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik. Hələlik.